Zakir Həsənov yeni generallarla görüşdü. 25 iyun Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası prezidenti müvafiq sərəncamına əsasən Müdafiə nazirinin ali hərbi rütbəyə verilən hərbi qursuları ilə görüşüb. Pandomu TV xəbər verir ki, bu barədə Müdafiə nazirindən məlumat verilib. Əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirinin hərbi qulluqçuların general-mayor ali hərbi rütbəsi verilməsi haqqında Azərbaycan Respublikasının prezidenti 25 iyun 2025-ci il tarixli sərəncam ilə Müdafiə Nazirinin müvafiq əmri oxunub. Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edən Müdafiə Naziri onlara ali baş komandanın təriflərini çatdırıb. Gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. Təltif olunan zabitlər göstərən ehtimata görə Azərbaycan Respublikasının prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirinin rəhbərliyinə minnətdarlıqlarını bildirib. Göstərən ehtimatda olacaqlarını əminliklə ifadə ediblər.